Hər kəsə salam, hər birinizi salamlayıram. Gəlin baxaq görək hal-hazırdakı vəziyyətiniz necədir, hansı durumdasınız? Hal-hazırda qalib bir durumdasınız. Ola bilsin ki, hansı işləriniz alınır, ola bilsin ki, hiss edirsiniz alınacaq və özünüzdən arxada iki nəfər qoymusunuz, hansı ki buraxmısınız, hansı ki indi sizə baxır və yaxud da ola bilsin trollət edir, yəni izləyir internetdə, sosial şəbəkələrdə. Yəni sizi monitorlayır konkret və bir gözlər bilsin, siz tamamilə sıfırlanmışsınız nədənsə. Yəni tamamilə sıfırlanmışsınız. Ola bilsin ki, xəstələnmişsiniz, sağalmışsınız, əpəycə sıfırlanma, azad olmuşsunuz. Hansısa insanları həyatınızdan uzaqlaşdırmışsınız və ola bilsin ki, bu yaxınlarda özünüz də bilmədən hansı təhlükədən azad olmuşsunuz. Özünüz də bilmədən. İndi hal-hazırda əlinizdəki bir biriktirdiyiniz bir enerjini daha da gözəl formaya çatdırmaq prosesindəsiniz. Sadəcə burada sizə xəbər verilir ki, tələsməyin, yavaş-yavaş. İndi nəyə başlayırsınızsa, yavaş-yavaş öz varını verəcək, tələsməyin. Əsas odur ki, ətrafınızda artıq sizə mane olan insanlar yoxdur. Bəli, siz öz sevgi yaradanda öz sevginizlə yaradın. Çünki siz kiməsə şübhə edəndə, hansısa şübhə içində qalanda sizin hansı potensiallarınız bloklanır. Siz tamamilə sevərək, yəni o insanlar başa düşmür ki, əgər sizdən onlara xeyir gəlməsini istəyirlərsə, onda onlar sizi dəstəkləməlidirlər. Onlar bunu başa düşmürlər. Siz daha gələcəyə irəliləyirsiniz, yeni addımlar atırsınız. O insanlar hansı ki, hər dəfə sizin işığınızı söndürmək istədir, onlar başa düşmürlər ki, bir dəfə o yəni söndürmək istədikləri bir niyyətin qurbanı olacaqlar. Siyahiti, parlayın, qeyd edəcəksiniz, ola bilsin tezliklə üçlü radədən, kimlərlənsə və yaxud da elə özünüzlə hansısa prosesi, hansısa bacarığınızı, kimsə ki sizdən uzaqlaşıb getmək istəyir və yaxud da siz əgər nə zamansa getmişsinizsə, ola bilsin öncə, nə zamansa hardınsa çıxıb getmişsiniz və yaxud da qəlbiniz üzülüb və yaxud da oranı bağlamışsınız. Ondan sonra daha xoşbəxtliyi daha gözəl hiss etməyə bacarmışsınız və ondan sonra əsl öz gücünüzü qəbullanmışsınız, gücünüzə keçid almışsınız. Yəni o proses hansı ki sizi bu günlərin belə vəziyyətə gücləndirib, əslində o da sizə yaradan o prosesdən sizə izah etmək istəyib ki, təkmilləş. Yəni bu heç biri elə belə deyil. İstirahət elə, özün üçün istirahətli zamanlar ayır. Yuxu rejiminə diqqət et, yuxusuzluq ola bilsin, yuxusuzluqdan əziyyət çəkirsən, heyvanlarına, gördün çox özündən çıxırsan, heyvanlara yaxınlaş, pişiyin varsa pişiyi sığalda, itlərlə, təbiətdə çox olmağa çalış. Burada ola bilsin ki, hansısa dumanlı vəziyyətdəsən, ola bilsin ki, kimsə fikrini qarışdırır, ola bilsin ki, kimsə sənə negativ təsirlər etməyə çalışır. Sən unutma ki, öz daxilində təkmilləşdikcə, həmin o sənin yolunu kəsməyə çalışanlar abrat qalacaqlar. Sən aynasan. Onlar isə sənə nə yönləndirirlər, onu abratın özlərinə alırlar. Anladınız? Bugünlük bu qədər. Məncə bu məlumatdan sizə lazım məlumatı, daha doğrusu sizə bugünə çatdırdım. Diqqətli olun əzizlərim, öz üzərinizdə işləyin. Bugünlük bu qədər. Люблю, целую вас. Пока-пока.